Fərqli canlılara aid hüceyrələrin bəzi xüsusiyyətləri cədvəldə verilmişdir. Buna görə X, Y, Z və T hüceyrələrindən hansılarının bir bakteriya olduğunu söyləmək olar. X hüceyrəsinə baxsaq, plazmidi yoxdur, hüceyrə divarı yoxdur, xlorofil və xloroplastı yoxdur, yalnız lizosomu vardır. Bu da X deməli heyvan hüceyrəsi ola bilər. Y-a baxsam, Y-ın plazmidi varsa bu bakteriya hüceyrəsidir. Hüceyrə divarı demək bakteriyada olur. Y bakteriya hüceyrəsi yaza bilərəm. Z-də baxsaq, plazmid yoxdur, hüceyrə divarı var, xlorofil var, xloroplast yoxdur, lizosom yoxdur. Hüceyrə divarı və xlorofil deməli bitkilərdə də ola bilir, bakteriyalarda da ola bilir. Z-də deməli həm bitki, həm də bakteriya yaza bilərəm. T-yə baxsaq, hüceyrə divarı var, xlorofili var, xloroplastı var. Bu yalnız bitki hüceyrəsidir. Deməli, T də oldu bitki. Bizdən soruşurdu ki, bir bakteriya olduğunu söyləmək olar. Y-la Z-dir. Doğru variantımız A variantı olmuş olur.